Təsəvvür edin ki, sizin yerinizə düz 16 gün dayanmadan, yorulmadan işləyən, mürəkkəb kodlar yazan və hətta kompüter çipləri dizayn edən şəxsi işçiniz var. Özü də 1 qəpik belə maaş istəmir. Alibabanın təqdim etdiyi yeni Qwen 3.8 Max süni intellekt modeli məhz belə bir canavardır və o artıq GPT 5.6 Solo darmadağın edir. Bu modelin düz 2.4 trilyon parametri var. Ən möhtəşəm tərəfi isə odur ki, gələn həftədən etibarən onun açıq çəkləri paylaşılacaq. Yəni, güclü kompüteriniz varsa, onu tam lokal və offline rejimdə işlədə biləcəksiniz. Siz sadəcə tapşırığı verirsiniz. O isə günlərlə müstəqil şəkildə onu icra edir. API qiymətləri də rəqiblərdən qat-qat ucuzdur. 1 milyon giriş tokeni cəmi 3 manat 40 qəpik. Bəs sizcə Çinin bu yeni texnologiyası ABŞ nəhənglərini tam sıxışdıra biləcək? Fikirlərinizi şərhlərdə yazın və ən son texnoloji yeniliklər üçün kanala abunə olun.